Əziz izləyicilər, salam əleykum. İnan Allaha ki, bu saatlarda ağanın, rəhbərimizin, şəhadətinin xəbərin yayıldığından sonraki ilk saatlardır. Mən deyərdim ki, dünyanın ən çətin işi çıxıb kamera qarşısında söhbət etməkdir. Çünki ruhi baxımından və psixoloji baxımından, hər hansı bir baxımdan istəsəz, hal-hazır danışmağa yox, adam özü təsəlli axtarır. Lakin özümə borc bilirəm ki, gəlib bir neçə bildiyim şeyi sizinlə deyim, bəlkə sizin yaralı və qəmli qəlblərinizə bir təsəlli olsun. Əziz izləyicilər, ölüm haqdır. Hamımız bilirik, Quranda da buyurduğu kimi, kullu nəfsin da'iqatil mevt. Hər bir kəs ölümü dadacaq. Və nə yaxşı olar ki, o ölüm Allah yolunda olsun və nə yaxşı olar ki, o ölüm şəhadətlə baş versin. Əziz rəhbərimiz 90-a yaxın yaşı var idi və 70 il ən azından biz bilirik ki, Allah yolunda gecə-gündüz dayanmadan çalışdı, mübarizə apardı və sonda öz istəyinə, yəni şəhadətə nail oldu. Təxminən 36 ildən çox rəhbərimiz İran ali məqamlı rəhbəri olaraq öz fəaliyyətini mükəmməl şəkildə həyata keçirtdi. Düşmənlərin 30-dan çox çevriliş planlarını, düşmənlərin müxtəlif planlarını yerə vurdu, tək başına bayrağı saxladı. Amma bu yol onun üçün təbii ki, asan deyildi. Əzizlərini əldən verdi bu yolda, şəhidlər verdi, dostları, əskərləri, yavərləri bir-bir getdilər və şəhid oldular. Biz bilirik ki, bu rəhbərimiz üçün necə ağır idi və necə çətin idi. Artıq öz arzusuna çatdı və bunu qeyd etmək istəyirəm. Öz ofisində, öz otağında, həmişə işlədiyi yerdə rəhbərimiz şəhid oldu. Başınızı dik tutun. Sizin rəhbəriniz, təqlid etdiyiniz müştəhidiniz, İmam Zamanın naibi bildiyiniz şəxs, bütün düşmənin iddialarına baxmayaraq, təhdidlərin son dərəcədə real olduğuna baxmayaraq bunkerdə gizlənmədi. Öz otağında, öz ofisində, iş yerində şəhid oldu. Deyirlər ki, dəfələrlə ona yaxınlaşıblar və deyirlər ki, təhdid var, onu təhlükəsiz yerə aparmaq istəyiblər bunkerə. Rəhbər deyib ki, nə qədər ki, xalqım çöldədir və sığınacaqlar yoxsa, mən də sığınacağa getməyəcəm. Başınızı dik tutun. Utanmalı olan, başı aşağı olan başqasıdır. Biz deyilik. Bizim rəhbərimiz buyurmuşdu, Aşura səhnəsi kimi vuruşacaq. Amma bu Aşuranın bir fərqi oldu. Bizlər qaldıq və Hüseynimiz getdi. Bu Aşura bizim üçün daha çətin idi. Çünki İmam Hüseynin əskərləri qoymadılar. Əvvəl İmam Hüseyin şəhid olsun, amma özləri öncə getdilər və sonra İmam Hüseyin şəhid oldu. Amma bizim Hüseynimiz getdi və biz qaldıq. Və bu qalmağın da şərti var. Yəni, asan deyil. Bu qalmağın bir məsuliyyəti var. Bildiyiniz kimi çox ağır saatlar və çox ağır günlər gözləyir. Məxsusən İran İslam Respublikasını. Düşmənin son əldə edə biləcəyi şansdır. Son nəsə edə biləcəyi bir şeydir. Bu axşamdan, bu saatlardan bilmirəm bu görüntünü yayımlaya biləcək, yayımlaya bilməyəcək və saatını sizə paylaşılacaq internetlərin vəziyyəti yaxşı olmadığına görə. Amma tale yüklü günlər, saatlar, anlar gözləyir və rəhbərimizin vəd etdiyi kimi buyurmuşdu ki, Aşurayı vuruşacaq və sonda qələbə bizim olacaq. Allah ordusu üçün, İslam qoşunu üçün İranda, İraqda, Livanda, Yəməndə, hər yerdə dua edin. Təvəkkül edin Allaha, ruhiyarınızı əldən verməyin və bunu da bilin ki, rəhbərimizi vurdular. Onun davamçıları ilə nə edəcəklər? Onun intiqam hissi ilə damarı cuşa gələn silahlı qüvvələrlə nə edəcəklər?
onun intiqamını almaq üçün and içən bütün bu qüvvələrlə nə edəcəklər? Küçələrə çıxıb rəhbəri üçün yas saxlayan bu milyonlarla nə edəcəklər? Təbii ki, İslam yolu davam edəcək İmam Zaman ağanın başçılığı ilə. Narahat olmayın. Sağ olun, dualarınızla bizi, İslam ümmətini və Allah yolunda mübarizə aparan əziz silahlı qüvvələri unutmayın.